Salam. 28 iyun keçirilən OTK sınağına izahına baxaq. 4-cü qruplar üçün olan sınaqdır. Deməli, 31-ci sualdan başlayırıq. Mis 2 oksid amonyak reaksiyası üçün deyir nə doğrudur? Bu reaksiyada əvvəlcə baxaq nə alınır? Mis, azot və su. Deyir ki, bir bəst maddə alınır. Görürük ki, 2 dən bəst maddə alınır. Bu yanlışdır. Bir mürəkkəb maddə alınır. Bəli, su mürəkkəb maddədir. Bu doğrudur. Oksidləşmə reduksiya reaksiyasıdır. Əgər reaksiyada bəst maddə görürüksə, mütləq bilin ki, bu oksidləşmə reduksiya reaksiyasıdır. Bəst maddəmizdə mis və azot oldu da dedik. Deməli, 2 və 3 doğrudur. Doğru cavabımız olacaq A variantı. Keçirik ikinci suala. Demək, suyun alınması reaksiyasıdır. Reaksiyanın istilik effekti 484 kilojoldur və bizdə ayrılan istiliyin miqdarını veribdir 2420. Deməli, 2420-ni 484-ə bölsək, tapacağıq ki, 5 dəfə artıq istilik ayrılıb. Və fikir veririk ki, deməli, hidrogen və oksigen molları bərabərdir. Biz reaksiyada adətən molu böyük olana görə hesablamağımızı aparırıq. Yəni 2 mol hidrogen, 1 mol oksigen reaksiya girib. Deməli, oksigendən artıq qalacaq biz əgər bərabər mollarda götürsək. İndi bu istilik miqdarı 5 dəfə çox olduğu üçün bunun molu da 5 dəfə çox olacaq. Yəni hidrogenə görə götürsək 2 reaksiyanın özündədir. 5 dəfə çox 10 mol. Bu deməkdir ki, hər birindən götürülübdür. Hidrogen və oksigen hərəsini 10 mol götürsək, artıq qalan maddəni istəyir bizdən. Hidrogen tamamilə sərf olunur. Görə indi nə qədər oksigendən artıq qalacaq. Baxırıq. Bax, 2 reaksiya girəndə 1 mol oksigen sərf olunursa, 10 mol hidrogen reaksiya girsə, x mol oksigen sərf olunar. X də bərabərdir 2 dəfə az, yəni 5 mol. Deməli, 10 molun 5 molu reaksiyaya girəcək, 5 molu isə artıq qalmış olacaq. Doğru cavabımız A variantıdır. 33-cü suala baxaq. C3H4, C3H6 verib, mol miqdarlarını A verib hər ikisində, yəni hərəsini eyni götürmüşük. A-nı biz 1-ə bərabər eləyək. C3H4. Bundan alacağıq karbon sayı 3 mol CO2. Deməli, hidrogen sayı 4-dür, yəni 2 mol su alınır ki, hidrogen sayı 4 olsun. Ehtiyac yoxdur bütün reaksiyanı yazmağa. Sonra C3H6 yanmasından demək 3 mol CO2 və hidrogen sayı 6 olması üçün də 3 mol su alınar. İndi baxırıq, deməli, dedik ki, A-nı 1-ə bərabər eləyib, 1 mol götürdük hərəsindən. Bu zaman əmələ gələn CO2 və suyu tapaq. Bax, hərəsindən 1 mol götürəndə 6 mol deməli, CO2 əmələ gəlib və 5 mol da su alınmış olar. İndi x-in y-ə nisbətini istəyir. X 6 oldu, y 5. 6-nı da 5-ə bölürük, verir 1,2-ni. Deməli, doğru cavabımız A variantı olacaq. 34-də baxırıq. Deyir ki, kükürt üçün hansı ifadə doğru deyil? Su ilə reaksiyaya daxil olur, kükürt su ilə reaksiyaya girmir. Allotropik şəkil dəyişmə əmələ gətirir. Bəli, bilik kristallik və plastik olmaqla 2 allotropik şəkil dəyişməsi var. Kauçukun vulkanlaşdırılmasında tətbiq olunur. Rezinanlıq, bəli. Doğrudur, doğrudur. Civə adi şəraitdə reaksiya daxil olur. Bu da doğrudur. Təbiətdə həm sərbəst, həm də birləşmələr halında tapılır. Ümumiyyətlə, yadda saxlayıq. C, O, N, Jones. Bu elementlərin birləşməsi, yəni bunların 4-ü də təbiətdə həm sərbəst, həm də birləşmələr şəklində rast gəlinir. Digərləri hamısı birləşmə şəklində deməli rast gəlirik. Qeyri-metallardan söhbət gedir. Yaxşı, gələk 35-ci suala. Deməli, manqan 4 oksid və H xlor. Alıram manqan, 2 xlorid, xlorun özü və su. Demək, əmsallaşdırsaq, manqan müsbət 4-dən müsbət 2-yə keçib, 2 elektron keçidi, 2 elektron. Xlor mənfi 1-dən xlor 0-a keçib, yəni burada elektron keçidi -1, indeksi də xlorun var, bəst maddə indeksini mütləq nəzərə alırıq, vururuq 2-yə. Yəni 2-nin 2-yə ixtisar gedəcək 1-in 1-ə. Yəni xlorla manqan 2 xloridin qarşısına 1 yazsaq, sol tərəfdə də bərabərləşdirək, manqanın qarşısına 1, sağda xlorlarımızın sayı 4-dür, ona görə 4 atırıq və suyun qarşısına hidrogenə görə 2 atırıq ki, sayı 4 olsun. Oksigenlərimiz 2 və 2, deməli, doğru həmsallaşdırmışıq. Turşun bir neçə faiz oksidləşər, yəni xlora çevrilər. Baxın, 4 mol H xlorid reaksiyaya girib və 1 mol xlor alınıbdır. Xlorun indeksinə baxırıq 2, yəni 2 xlor atomu çevrilibdir. Bu zaman 4-ün ikisi, yəni 2-ni bölürük 4-ə, vururuq 100, bu da eləyir 50%. Keçir növbəti sualımıza. Deyir ki, temperatur əmsalı 2-dir, qammamız yəni 2-dir. Reaksiya 30 dərəcə Selsidə, T1 bərabərdir 30-a. Deməli, 30 dərəcəyə 128 dəqiqə başa çatır. Deməli, tau 1-imiz də 128 dəqiqə. Temperaturu 3 dəfə artırsaq, yəni T2-ni deməli 90 etsək,
reaksiya neçə dəqiqəyə başa çatar? Yəni tau2-ni soruşur, tau2 olsa. Bizim də düsturumuz var. Tau1 bölünsün tau2 bərabərdir qamma üstü T2 çıxılsın T1 bölək 10. Yerinə yazsaq hər birini. Deməli tau1 128 bölünsün tau2 bərabərdir qamma, yəni 2 üstü 90 çıxılsın 30 bölək 10. Bu da bizdə deməli 2 üstü 6 eləyir. Bu da bizə verəcək 64-ü 128-də 64-də böləndə tau2-miz eləyir 2. Yəni düzgün cavabımız variant A. 37-yə baxaq. Nə deyir 37-də? Deməli hansı birləşmələr oksidlərə aiddir? Burada biz deməli qarışqa turşusundan alırıq karbon qazı və su. Sonra deməli Z maddəsi olur, hidrogenin yerinə natrium keçir, duz olur. Natrium formiat, yəni HCOO natrium. Sonra kalium hidroksidlə reaksiyaya girəndə yenə HCOO kalium və su almış oluruq. Buradan avtomatik deməli birinci və üçüncü reaksiyanı müqayisə etsək görürük ki, hər ikisində Y var və hər ikisində eyni olan maddəmiz sudur. Y-miz sudur, su bilirik ki, oksiddir və X-miz də karbon qazıdır. Bu da oksid olmuş olacaq. Bunda doğru cavabımız X və Y. Y variantı olur. Gəlirik. Deməli 38-ci suala nə deyir burada? Deməli qlukozanın qıcqırmasını verib. Deməli Y bəsit maddədirsə T birləşməsini beynəlxalq nomenklaturaya görə əsaslandırın. Deməli qıcqırma zamanı yağ turşusu görürük ki, alınır. Yağ turşusu burada deməli karbon qazı və hidrogen ala bilərik. Burada deyir Y bəsit maddədir. Bəsit maddədirsə onda Y-miz hidrogen olacaq. X-miz olur karbon qazı. Karbon qazının kömürlə qarşılıqlı təsirindən CO alırıq. Yenə Y üzərinə gəlsəm, demək hidrogen gələndə də bu bizə verəcək metanolu CH3OH. Deməli metanol da beynəlxalq nomenklaturaya görə deməli C variantı olur. Gələk 39-cu sualımıza. 39-da deməli sink, xlorid üzərinə X gəliblər. Deməli sink hidroksid və duz alıblar. Nə istəyir bizdən? Qələvləri müəyyən edin. Biz bura məsələn qələvi yazsaq, bax natrium OH yazsaq nə alacaq? Bax sink hidroksid, sink və OH birləşir, duz əmələ gəlir. Burada natrium xlorid. Deməli X-mizi qələvi olaraq götürə bilərik. Sonra mis2 sulfat və yenə Y gəlir. Bu dəfə də kalium hidroksid gəlir üzərinə, kalium hidroksid. Və mən buradan alacağım kalium sulfat, kalium 2SO4 və duz. Daha doğrusu mis2 hidroksid. Bu reaksiyada niyə rahat götürürük? Çünki bu reaksiyada əmələ gələn duzlar onsuz da həll olanlardır. Reaksiyanın getməsi üçün bilirik ki, bir neçə şərt lazımdır. Bunlardan biri də çöküntünün əmələ gəlməsi. Sink daha doğrusu hidroksid, mis2 hidroksid bunlar çöküntüdür. Reaksiyamız axıra qədər gedir. İndi baxıram kalsium oksid və Z. Buradan da duza əmələ gəlir. Oksidin üzərinə nə gələ bilər? Məsələn, bir turş oksidi gələr, əsas oksiddir çünki. Məsələn, SO3 gəlsəm, kalsium sulfat almış olar. Yəni bizdə burada qələvi olaraq X və deməli hansı idi? Y olacaq, A variantı olacaq. Gəlirik 40-cı sualda nə deyir? Deməli deyir ki, bizdə X-i müəyyən edin, A ilə ifadə edibdir X variantlarda. Suda həll olan maddələr və hər tam dissosiasiyasından alınan kationların miqdarı. İndi mən baxıram ki, bax bizim verilən duzlarımızda hər birində kation sayı 1-dir. Bir A-nı 1-ə bərabər etsək, elə aldığımız kationların sayı da 1 olmuş olacaq. Sonra alınan iyonların ümumi miqdarını istəyir. Bax, natrium nitrat. Heç bunun belə geniş dissosiasiyasını yazmağa ehtiyac yoxdur. Neçə kation var, neçə anion var?
tapırıq. Bax, 1 natrium, 1 NO3. Hərəsindən 1 mol götürürük də biz bəri başdan. Deməli, elə qəbul elədik. Kalsium xlorid. Bax, 1 kation, 2 anion. Sonra barium nitrat. Barium NO3, 2. Deməli, 1 kation, 2 anion. Hərəsindən 1 mol götürsəm, deməli, ümumi iyonların sayını toplayaq yazaq. Buradan 2, buradan 3, buradan da 3. Birlikdə mənə verəcək. Deməli, 3, 3, 6 və 2, 8. Demək, biz A-nı ki, 1 qəbul eləmişdik. 8-i A ilə ifadə etsək, 8 bərabərdir 8A yaza bilərik. A-nın yerinə 1 yazanda 8-ə bərabər etmiş oluruq. Deməli, doğru cavabımız C variantı olacaq. Keçirəm növbəti suala. Alfa alaninin polipeptidi üçün hansı ifadələr doğrudur? Polikondensləşmə reaksiyası ilə alınır. Deməli, əvvəlcə alfa alanini yazaq. Deməli, CH3, CH, deməli, NH2, COOH. Bu bizim alfa alaninimiz. Polikondensləşmə reaksiyası ilə alınır. Bəli, doğrudur. Zülallar onsuz da ilə alınır. Sonra qatı HNO3 ilə sarı rəng əmələ gətirir. Sarı rəngi verən aromatik həlqə saxlayan zülallardır. Bu yanlışdır. Mis 2 sulfat natrium hidroksid qarışığı ilə qırmızı bənövşəyi rəng əmələ gətirir. O isə peptid rabitəsinin varlığını göstərir. Zülallar bilirik ki, onsuz da peptid rabitəsi hesabına yaranır. Yəni azot və CO arasında bax belə. NHCO. Bu rabitə peptid rabitəsidir bizdə. Deməli, bu da doğrudur. Sonra qurğuşun asetat, deməli 2 asetat natrium hidroksid qarışığı ilə qızdırıldıqda qara rəngli çöküntü əmələ gəlir. Bu isə orada kükürdün varlığını yoxlamaq üçün olan təyin reaksiyadır. Burada isə kükürt olmadığı üçün bu ifadələr alfa alanin üçün doğru olmayacaq. 1 və 3 olacaq A variantı. Gəlirik növbəti sualımıza. 42-də nə deyir bizə? Oksiləşmə, reduksiya reaksiyalarını müəyyən edin. Hər birini yazaq. Deməli, kalsium karbid üzərinə gəlsin su. Kalsium hidroksid plus C2H2. Ondan sonra əhəng suyu ikinci reaksiyamız. Yəni, kalsium hidroksid üzərinə gəlsin karbon qazı. Kalsium karbonat çöktü və su. Növbəti reaksiyamız. Deməli, CH3 natrium asetat, yəni COO natrium üzərinə gəlsin natrium OH. Bu da metanın alınmasıdır. CH4 üzərinə gəlsin natrium. Deməli, karbonat. Bir də qaldı nə? Kalium xlorat. Xlor O3. Üzərinə gəlsin H-xlor. Alınır kalium xlorid. Xlor və demək su. Artıq biz baxanda görürük ki, oksiləşmə reduksiya reaksiyası hansıdır? Deməli, oksiləşmə dərəcəsinin dəyişilməsi ilə gedən. Bax, burada CH3-də karbon müsbət, daha doğrusu mənfi 3-dür. Metanda isə mənfi 4-dür. Bir budur. Bir də ki, kalium xlorat H-xlorla. Demək, xlor burada mənfi 1-dir və 0-dır. Oksiləşmə reduksiya reaksiyası 3 və 4 olacaq. Bu da bizə verir Y variantını. 43-ə baxaq. Hidrogen və metanı hansı həcm nisbətində götürmək lazımdır ki, hidrogen atomlarının sayı karbon atomlarının sayından 8 dəfə çox. Demək, 8 dəfə çox olsun. Demək, H2 və CH4. Hansı həcm nisbəti? Birinə A yazım, birinə B yazım. Və qarşıqda deyir, hidrogen atomlarının sayı karbon atomlarının sayından 8 dəfə çox olsun. Hidrogen atomlarının sayı hesablasaq, 2A buradadır, 4B də buradadır. Karbon atomlarının sayını hesablasaq, sadəcə B. İndi 2A plus 4B bölünsün B-yə bərabərdir 8. Buradan da alırıq ki, deməli 2A plus 4B
bərabərdir 8B-yə, 2A da bərabərdir deməli 4B-yə, sonra A da bərabərdir 2B-yə. Yəni deməli buradan tapırıq ki, A bərabərdir 2-yə, B də bərabərdir 1-ə. Yəni hidrogen və metan istəyir eləmi? Deməli H2 və CH4. A hidrogeni qəbul etmişdik. 2, metanımız da 1. 2-nin 1-ə nisbəti. Keçirik 44-cü məsələyə. Deməli, hidrogen 3 dənə qab veribdir. Turşu məhlullardır. Oradan ayrılan qazları da verib. Hansı metallar xlorid turşusu ilə reaksiyaya daxil olur? Xlorid turşusu ilə reaksiyaya daxil olan metallar Beketov sırasında hidrogendən, yəni qurğuşundan sonra, daha doğrusu reaksiyaya daxil olmayan metallar hidrogendən sonra yerləşən metallardır. Yəni misdir, civədir, argentiumdur, bunlardır. İndi baxırıq. Alınan maddə duru turşu ilə deməli daxil olan istəyirdi. Hə, bizə daxil olmayan dedik. Deməli, duru turşu ilə hidrogen verən metallar bu hidrogenə kimi, yəni misə kimi yerləşən metallardır. Məsələn, natriumda, dəmirdə bunlardır. Məsələn, yazıram X2 natrium olsun. Sonra qatı sulfat turşusu ilə H2S verənlər, bu da aktiv metallar olacaq. Bir kalium yazaq. Və HNO3 ilə NO2 verənlər. Bilirik ki, pasiv metallar qatı nitrat turşusu ilə NO2 verir. Məsələn, bura bir mis yazarıq. İndi bayaq dedik ki, xlorid turşusu ilə hidrogendən sonra yerləşənlər reaksiyaya daxil olmur. Yəni soldakını götürəcəyik, sağdakını yox. Solda yerləşənlər də natrium və kaliumdur. Yəni X və Y bu da olacaq D variantı. Keçək 45-ci sualımıza. Nə deyir bizə? Eylervin diaqramına uyğun bəndləri müəyyən edin. Lafsan lifini verib, polimetil metakrilatı verib. Demək, baxaq, yazaq birinci lafsan lifini. Bu bizim lafsanımız. Sonra polimetil metakrilatı da yazaq. Demək, CH2 açıq rabitəni bu şəkildə yazım. Deməli, CH3, COO, CH3. İndi nə deyir, ona baxaq. Demək, mürəkkəb efirlərə aiddir. Mürəkkəb efirlərə aid olmaq üçün, yəni biz turşu ilə spirtin qarşılıqlı təsirini götürməliyik ki, burada hər biri aid olacaqdır. Sonra elementar halqasında deyir ki, oksigenin kütləsinin hidrogenin kütləsinə nisbəti 8-in 1-ədir. İndi lafsana baxaq. Lafsanda 1, 2, 3, 4 dənə oksigen atomu var. 4 dənəsi də eləyir 4 dəfə 16, 64. Kənarda yazım 64. Hidrogen sayını da yazsaq, deməli benzol həlqəsində 4 dənə hidrogen və burada 4 dənə eləyir 8. 64-ü bölsək 8-ə eləyir 8. Yəni 8-in 1-ə düşür. Bunu aid eləyirik. Bir dəqiqə polimetil metakrilata da baxaq. Deməli, oksigen 2 dəfə 16, 32 bölürəm hidrogenin sayına. Nə qədər eləyəcək? 3. Deməli, 3, 3, 6 və 8. Bu 4-ün 1-ə düşəcək. Bunu götürmürük. Deməli, ikincini aid eləyirik lafsana. Sonra deyir ki, polimerləşmə reaksiyası ilə alınır. Polimetil metakrilatdır. Deməli, hara yazırıq onu? Bura. Və sonuncu elementar halqasında karbon hidrogenə nisbəti, daha doğrusu kütlələrinin nisbəti 7,5-in 1-ə eləyir. Baxaq görək. Demək, lafsanda 6 həlqədədir. 7, 8, 9, 10. 10 dənə karbon
120 qram eləyir. 120-ni hidrogeni bayaq hesablamışdıq. 8 eləmişdi. 120-ni 8-ə bölsək nə verir bizə? 1, 15. 15-in 1-ə düşəcək. Deməli, bu lafsana aid deyil. Sonra bu birisini hesablasaq polimetil metakrilatı. Karbonun sayı 2, 4, 5, 5 dəfə 12-də eləcək 70. 70 yox, 60. 5 dəfə 12 60. 60-ı da bölək. Görə hidrogenimiz dedik 8-dir. Nə qədər verir bizə? 7. 7 tam onda 5. 7 onda 5-in 1-i. Deməli, elə 4-ü də polimetil metakrilata aid etmiş olacağıq. Bu da bizə verir. Hansı bəndə uyğundur? Deməli, 1-ə 2. 2-yə 3, 4. Aha, yox. Y bəndi, Y bəndi. Y bəndinə uyğun olmuş olacaq. 46-ya baxaq. 46-da nə deyir? Propin verib və etin veribdir. Fərqli olan nədir? Propinimiz açıq yazaq ki, burada pirabitələr istəyir. Propin. CH, CH3. Etini də yazıram. CH. CH. Aha, molekulunda pirabitə sayı deyir, eynidir. Bu fərqli olan istəyirdim. Fikrim getdi. Demək, pirabitə sayı bunlar üçün eynidir. Deməli, fərqli olan götürəcək. Bu minus. Molekulunda sp hibrid orbitalların sayı. 2 dənə karbon atomu sp hibrid orbitallaşma əmələ gətirir. Deməli, bu da bunlar üçün eynidir. Götürmürük. Molekulunda polyar kovalent rabitələrin sayı, yəni hidrogenlə olan rabitələr burada 4-dür, burada da 2-dir. Yalnız 3-yə. Butin 2 molekulunda 2-ci və 4-cü karbon atomlarının oksidaşma dərəcəsini göstərin. Butin 2. CH3. Karbonları yazım öncə. Butin 2-dirsə, hidrogenləri əlavə eləyək. CH, CH və CH3. CH3-dürsə, indi başlayaq. Oksidaşma dərəcələrini yazaq. Burada 3 hidrogen deməli minus 3. 1 hidrogen minus 1. 1 hidrogen minus 1. 3 hidrogen minus 3. İndi ikinci və dördüncü karbon atomları, yəni ikinci budur, bu da dördüncü. Oksidaşma dərəcələrinin cəbri cəmini istəyir. -1, -3 bizə verəcək -4. Keçək 48-ci suala. Hansı duzların termiki parçalaması zamanı 2 bəst maddə əmələ gəlir? Mes 2 nitrat. Parçalananda 1-2 bu istisnadır. Mes 2 oksid, NO2 və oksigen. Argentium nitrat parçalanır. Argentium NO3 parçalanacaq, verir bizə argentium, NO2 və oksigen. Sonra litium nitrat da parçalanacaq. Litium oksid, NO2 və oksigen. Və amonium nitrit, NH4, NO2 verir bizə azotu və suyu. İndi deyir ki, 2 bəst maddə əmələ gələnlər. Baxaq görə, bax, 2 dənə bəst maddə hansında olacaq? Argentium və oksigen. Sonra yoxdur. Elə bir dənə argentiumdan olan, yəni yalnız 2 uyğun olacaq. Gələk 49-cu suala görək nə deyir. Deməli, doymuş bir atom alfa atik spirt veribdir. Mis 2 oksid ilə oksidləşməsinin alınan maddənin homoloji sırada yeri 4. Bir atomlu spirtlər oksidləşməsindən bizə aldehid verir, yəni butanaldır. Və deməli, həm də ola bilər ki, butanaldırsa, bir dəqiqə, karbon sayı 4-dür. Bu bizə həmçinin aldehid də verə bilər. Daha doğrusu keton da verə bilər. Keton versə
deməli asetondan başlayırsa 4-cü sırada, yəni onun tərkibindəki karbonun sayı, deməli aseton 3 karbonda ilk nümayəndəsidir. 4-cü nümayəndə 4, 5, 6, 6 karbon saxlayan olacaqdır. Aseton, keton alınsa. İndi baxıram. Aldehid almaq üçün hidroksil qrupu birinci karbona birləşməlidir. Bilirik ki, ortaya birləşsə biz artıq keton alacağıq. Deməli, ona görə 4 karbon saxlayan aldehid almaq üçün butanol 1-i götürərik. Və 6 karbon saxlayan keton yoxdur onda. Bir dəqiqə, başqa neyini? Üçlü butil spirti, izobutil spirti. Görək onun hansından ala bilərik. Üçlü butildə bu şəkildə karbonlar yerləşir. Üçlü butil. Bunda OH olsa mən bundan aldehid ala bilmirəm. Amma izobutil spirtinə baxaq. İzobutildə bizə OH. Yenə də hidroksil qrup birinci karbona birləşir və deməli bu bizə aldehid verəcək. Niyə görə üçlü butil spirti vermir? Karbonda 2 qat rabitə lazımdır axı bizə. Deməli aldehid əmələ gətirmək üçün. Baxın, bu şəkildə yaranmalıdır, amma bardaq uyğun deyil. Çünki karbon valenti artıq 5-ə çıxır. Ona görə üçlü butil spirtindən biz aldehid ala bilmərik. Ümumiyyətlə ketona toxunmayıb, yəni ancaq aldehidlə işləyib. Bu səbəbdən üçlü butil çıxdı, butanol 2 çıxdı. İzobutillə butanol 1-i götürür 1,4. Hansı da D variantı olacaq. 50-ciyə baxaq. Deməli, maddə veribdir, elektron sayı 10-dur. X2O. Oksigen elektron sayı 8-dir. Bu 8-dirsə, bu 2x yazaram, bərabərdir 10. Onda x-imiz bərabərdir 1 olar. Sonra natrium Y üçün yazıram. Natrium Y. Deməli, natriumun 11-dir. Y-ınkini də bilmirik. Plus Y bərabərdir 20. Y-i də tapmış oluram ki, 9 olur. İndi deyir, X və Y-in əmələ gətirdiyi birləşmənin molekulunda elektron sayını tapın. Baxın, sıra nömrəsi 9 olan bizdə flordur. Lap elə də olmasa elektron formunu yazaq. 1s2, 2s2, 2, deməli P5. 2P5 görürük. Artıq buradan tək elektronlarının sayı, daha doğrusu biz görürük ki, bu 7-ci qrup elementidir. 7. Qalsın belə. Bu birisinə baxaq. Sıra nömrəsi 1 olan hidrogendir. 1s1. 1s1. Deməli, birinci qrupla 7-ci qrup birləşəndə X, Y şəklində minimum valentlə birləşir 7-ci qrup, XY şəklində birləşmə əmələ gətirir. Amma belə də əzbərdən bilməliyik ki, artıq flor deməli birdən artıq valentlik göstərmir. XY şəklində birləşmə əmələ gətirəcək. X-in elektron sayı 1, Y-in elektron sayı da 9 eləyir. Bu da bizə verəcək 10. A variantı. Gəlirəm növbətiyə 51-ə. Nə deyir? Açıq qabda kalsium karbonat. Bir dəqiqə. Açıq qabda kalsium karbonat kalsium oksiddən ibarət 200 qram qarışıq kifayət qədər qızdırıldıqda kütləsi 33% azalır. Kalsium karbon O3. Kalsium oksid və deməli buradan əmələ gəlir karbon qazı. Kütlənin 33% azalması 200-ün 33%-i 66 qram eləyir də. 200-ü vurdu, 200-ün 100%-i x-im 33. X da bərabərdir 66 qram. 66 qram da nəyə görə azalmır? Oradan ayrılan karbon qazına görə. Yəni CO2 bu qədər ayrılıbdır. İlkin qarışıqda kalsium oksidin kütlə payını hesablayın. Baxın, BST yazsam, BST. Tarazlıqda, yəni sonda alınan karbon qazı 66-dır. İndi 66-ın da 1,5 moldur da. Yəni biz görürük ki, bax 1 mol alınanda 1 mol kalsium oksid, 1,5 mol alınanda da 1,5 mol kalsium oksid əmələ gəlmiş olacaq. 1,5-i də 56-ya vursaq, deməli 56 və 28 eləyir 78 və 84. 84 qram kalsium oksid ayrılmış olacaq.
Yəni reaksiya birin nisbətə getdiyi üçün 1,5, 1,5 və 1,5. Parçalanan kalsium karbonatının miqdarı deməli emiri 100-dür. 1,5 molda 150 qram etmiş olacaqdır. Deməli 200 qramdan 150-si parçalanıb, 50-si artıq qalıbdır. 84 qram kalsium oksid yaranıb. 200 qram bu ikisinə aiddir də kalsium oksidə. Yəni bunu silim, qarışıqlıq olmasın. Sonda bu hissəsinə baxaq. İndi deyir ki, deməli ilkin qarışıqdakı kalsium oksidin kütlə payını tapın. Kifayət qədər qızdırılıb deyir. Aha, kifayət qədər qızdırılıbsa, yəni kalsium karbonat tamamilə parçalanıb deməkdir. Nə var idisə, yəni bu deməkdir ki, 150 qram olub ki, 150-nin hamısı parçalanıbdır. Demək, 200-ün 150-si kalsium karbonata aid imişsə, demək, 50-si də kalsium oksidə aid olmuş olacaq. Heç bu, demək, 84-ü hesablamamıza ehtiyac yox idi. Əsas o da 66-ya əsasən 150 qram kalsium karbonatın reaksiyaya girdiyini tapa bilək. Bunu da hesablamayaq, silək. Deməli, bizdə nə oldu? Kütlə payını istəyir. 50-ni də bölürəm 200-ə, vururam 100-ə. Yəqin ki, aydın oldu. Bir daha məsələyə izah verim. Bir qədər anlaşılmazlıq oldu. Aha, deməli, 33% tapdım 66 qram. Baxın indi. 66 qram CO2 alınanda yazıram ki, bax 100 qram kalsium karbonat parçalananda 44 qram CO2 alınır. X-dan da 66. Buradan X-i tapmış olam ki 150. Gətirib yerinə yazıram 150 və tam parçalanma dediyi üçün 150-nin hamısı parçalanıb. Bu deməkdir kalsium karbonata aiddir. Və 200-ün 150-si kalsium karbonatsa 50-si kalsium oksid olur başlanğıcda. Elə başlanğıcda kütlə payını istədiyi üçün 50-ni bölüm 200-ə vuram 100-ə. Bu da bizə verəcək 25%. Demək, baxaq növbəti sualımıza. Deməli, Z hansı maddələrlə reaksiyaya daxil olmur? C6H12O6 qıcqırma reaksiyasıdır. 3 məhsulun alındığı, bax, C3H7COOH yağ turşusu. Buradan alırıq karbon qazı, alırıq hidrogen. İndi deyir ki, X və Y-də molekulundakı pir abidələrin sayı 0 olan Y-dir. Deməli, bu hidrogendir. Y-im H2-dir, orada pir abidəsi yoxdur. Və bir dənə deyir pir abidəsi var. Bir dənə pir abidəsi yağ turşusu olacaq. Çünki CO2-ni biz açıq formada yazsaq, baxın, burada 2 dənə pir var. Deməli, bundan söhbət getmir. X-da yağ turşusu olacaq, yağ turşusu. İndi Z hansı maddeyle reaksiya daxil olunur? Deməli, CO2 ilə Z imiş. Olmur deyirsə, bax, oksigenlə CO2 reaksiyaya girmir. Belə bir reaksiya bilmirik. Çünki maksimum valent göstərir. Ondan artıq necə oksigeni birləşdirsin. Və natrium karbonatla reaksiyaya girməyəcək. Amoniakla reaksiya girir, karbamid əmələ gətirir. Natrium 2O2, yəni piroksiddən reaksiyaya girib sualtı gəmilərdə oksigenin bərpası reaksiyasıdır. Natrium karbonat və oksigenin alınması ilə nəticələnir reaksiya. Deməli, B variantı doğru cavabımız olacaq. 53-ə keçək. 53-də nə deyir? Deməli, kalsium ortofosfat, karbon və silisium dioksid reaksiyada alınan duzun molyar kütləsi, reaksiyadan alınan oksidin molyar kütləsi. Buradan biz alırıq kalsium silikat. Alırıq CO və alırıq fosfor P4. Deməli, alınan duzun molyar kütləsi kalsium silikatın emerini hesablayırıq. Kalsium silikat 40, üzərinə gəlsin 28, üzərinə gəlsin 48. Deməli, 88, 108, 116. Bir də ki, oksidin molyar kütləsi, yəni CO, bu da bizə verəcək 12 və 16, 28. 116-dan da 28-i çıxsaq, verir 116, çıxaq 28, verəcək. Nə demək? 88.
Doğru cavabımız, bu açıq sualda yoxdur. Doğru cavabımız olacaq 88. Gəlirik 54-cü suala. Nə deyir bizə? Deməli, maddə verib, fenol verib, molekulundakı atomların sayı. Fenolumuz C6H5OH-dır. Bir də Z maddəsi verib. Karbon atomlarının sayı. Hidrogen atomlarının sayı fenolda 6'dır. Yəni A bərabərdir 6 tapmış oluruq. X-imiz isə 6 olur karbonun sayıda. Və deməli Z hansı maddə ola bilməz? X bölünsün Y deyir ki 3'dür. Yəni Z-dəki deməli karbon atomlarının sayına bölsək, bax X-i Y-a bölsək, tapmış oluruq ki 3, deməli Y-in bərabərdir 2. Deməli Z maddəsinin tərkibində 2 dənə karbon var və hidrogenin sayı 6'dır. Yəni bu bizə nə verə bilər? C2H6. Və yaxud da ki, əlavə indi hansısa atomlar ora birləşə bilər. Əsas odur karbonun və hidrogenin sayı deməli uyğun olsun C2H6-ya. Deməli baxıram. Ola bilməz deyir. Biz ola bilənləri birinci tapaq. Bax, etan C2H6-dır. C2H6. Bunu götürmürük. Sonra etanol necədir? CH3, CO və H. Deməli, hidrogen C2H4. Bu uyğun deyil. Deməli, bunu götürəcəyik. Etandiol. Etandiolumuz da CH2, CH2, OH və OH. Hidrogen sayına baxıram. Deməli 6'dır. C2H6. Deməli bu da deməli uyğundur. Onda onu götürməyəcəyik. Etinə baxıram. Etin C2H4. Yəni etilin. Deməli uyğun olmayanlar oldu 2 və 4. Gəlirəm 55-ci məsələyə. 55-də deyir ki, izobutil və vinil radikalların birləşməsindən izobutil. Bu bizim izobutilimiz. Deməli, vinil radikalını da yazaq. CH gibi. Deyir ki, molekulunda bir dənə asimetrik karbon atomu var. Burada bizdə asimetrik karbon atomu yoxdur, görünmür. Yəni asimetrik olmaq üçün nə lazımdır? Bir karbona 4 dənə fərqli radikalın birləşməsi lazımdır. Burada da elə bir karbon atomu yoxdur. Sonra bromlu suyu rəngsləşdirir. Yəni pir abitə varsa mütləqdir ki, bromlu suyu rəngsləşdirəcək. Beynəlxalq nomenklaturaya əsasən adı 4 metil pentin 1'dir. Baxaq görək, nömrələyək. 2 qat rabitə hardan yaxındır kənara? 1, 2, 3, 4. Yəni 5 aşağıda olar, yuxarıda olar. Eyni radikaldır, fərqi yoxdur. Görürəm ki, bax 4 əsas zəncirdə 5 dənə karbon atomu var və 2 qat rabitəsi var. Pentindir. 4 metil penten. Baxın, birinci karbona birləşib də 2 qat rabitə. 4 metil penten verir. Bu doğrudur. Sonra molekulunda bir dörtlü karbon atomu var. Dörtlü yoxdur, üçlü var. Dördüncü karbon, üçlü karbon atomudur. Və molekulunda 2 dənə metil qrupu var. Metil, bax, dairəyə aldıqlarımda metil qrupudur. Deməli, nə oldu? Doğru cavabımız 2, 3 və 5. Keçirəm 56-cı suala. 56-da nə deyir? X qram 20% məhlulda həllecin yarısını buxarlandırdıqda 180 qram doymamış məhlul alınır. Bax, X qramdır. 20% həll edicidir, yəni 0,2x. Daha doğrusu həll olan maddədir. X-in 0,2 həll olan maddədir. 0,8x-i da həll edici olacaq. Yəni suyumuz məsələn. Və deyir ki, həllecin yarısını buxarlandırım. Yəni 0,8-in yarısı 0,4x eləyir. Qalır burada 0,4x. Buxarlandırdıqda deyir 180 qram doymamış məhlul alınır. 0,2x və 0,4x məhlulumuzun tərkibi bundan ibarətdir. Bu da verir mənə 0,6x. İndi x-i deyir hesablayın. 0,6x bərabərdir 180-ə.
X da bərabərdir 180 bölünsün 0,6 300. Deməli X-imiz 300 imiş. Gələk deməli 57-ci sualımıza. Deyir ki, minimum sayda karbon atomu saxlayan optik aktiv alkan molekulu üçün uyğunluğu müəyyən edin. Belə suallar olanda uşaqlar necə edirik? Bax, alkan molekuldur və optik aktivdir. Bax, bir dənə karbon yazdım mərkəzə. Optik aktiv olmaq üçün nə lazımdır? Müxtəlif radikallar birləşməlidir. Mütləq bura bir hidrogen. Mütləq bir dənə metil. Bax, həmişə bu sizi çaşdırmayacaq. CH3, bir dənə də etil. Yerdə qalanı artıq vəziyyətə uyğun, məsələn, başqa birləşmələr də verə bilər, funksional qruplu, onları birləşdirə biləcəksiniz. Amma bax, bu hissə hidrogen, CH3 və C2H5 dəyişmir. Və siz indi istəyirsiniz alkan yaradasınızsa, mənim artıq hidrogenim, CH3-üm, C2H5-im var. Mən növbəti nəyi əlavə edim ki, fərqli bir qrup olsun? Yəni, metil var, etil var. Növbəti təbii ki, propil olacaq. C3H7. Bu da mənim optik aktiv karbon atomu saxlayan alkanımdır. İndi, bax, C3H7-ni isə deməli, açıq yazım ki, burada artıq başqa suallar verir. Bax, CH2, CH2, CH3 şəklində hələ ki qeyd edim. Sonra sualın davamından baxaram ki, necə irəliyim. Deməli, metil qruplarının minimum sayı. Yəni CH3 istəyir. Minimum sayı olsa, bax, CH3, CH3 2-dir. Amma maksimum istəsəydim, məsələn, C3H7-ni, bax, bu hissəni belə də yaza bilərdim də mən. Bax, belə CH3 və deməli, CH3. Baxın, propil və izopropil şəklində yaza bilərik. Minimum və maksimum söhbəti gedirsə. Deməli, minimum dediyi üçün metilləri götürdüm. Minimum şəkildə 2. Deməli, 1-ə C2H5-ə fikir verməmişəm. Bir dəqiqə. C2H5-i də açıq yazım ki, burada da CH2, CH3. Aha, onda 2 yox, 3 olur. Bu hissəni nəzərə alsaq, 1-ə olacaq D. Sonra üçlü karbon atomlarının sayı. Üçlü karbon atomu baxırıq. Deməli, bax, qara ilə işarəliyim. Üçlü karbon atomumuz budur. 3 dənə karbonla birləşmiş karbon axtarırıq. O da bir dənə də başqası yoxdur. O da verir bizə. Deməli, hansı olur? B. Sonra dörtlü karbon atomlarının sayı. Mən burada heç dörtlü karbon atomu görmürəm. Deməli, 0 olacaq. A bəndi də bura uyğun olur. 1-ə D, 2-ə B, 3-ə də A olmuş olur. Gəlirik situasiyalara. Deməli, baxaq görək nə deyir. Deməli, maqnezium karbonat, maqnezium oksiddən ibarət M qram qarışıq qabda yalnız oksid qalana qədər qızdırılan zaman bərk maddənin kütləsi 2 dəfə azalır. Yəni, maqnezium karbonat parçalandı, maqnezium oksid və CO2. İndi deyir ki, məsələn, bundan ikisi birlikdə M-dir də, belə deyir bizə. 0,5 M qalana qədər qızdırılır. Yəni, azalmanın səbəbi nədir? 2 dəfə azalır da, 0,5 M eləyir. Azalmanın səbəbi oradan ayrılan karbon qazıdır. 0,5 M karbon qazı əmələ gəlir. Başlanğıcda da M qramdır. İndi deyir ki, qızdırmadan sonra bərk qalıq tam həll olana qədər xlor turşusu əlavə olunur. Proses zamanı ayrılan qaz isə artıq miqdar əhəng məhlulundan keçirilən zaman qazın hamısı N qram çəkintinin alınmasına sərf olunur. Əhəng məhlulu olan qabın kütləsi 8,8 qram artır. Əhəng məhlulu olan qab niyə artsın? Deməli, orada reaksiya gedir axı. Kalsium hidroksid, üzərinə gəlsin karbon qazı, alıram kalsium karbonat və su. Deməli, 1 mol, 1 mol. N qram
kalsium karbonat əmələ gəlməsi üçün 8,8 qram karbon qazı reaksiyaya girmişdir ki, qabın kütləsi də 10 hesabına artıb. Demək, bizim 0,5 M-imiz 8,8-ə bərabər imiş. Buradan da tapıram ki, 0,5 M 8,8-də M bərabərdir. 2-yə vursaq 17,6. Aha, bu 17,6 eləyir və belə bir tənasibdə quraq ki, bax 44 qram karbon qazı almaq üçün biz 84 qram maqnezium karbonat parçalamalıyıq. Bəs yaxşı, 8,8 qram alsaq nə qədər parçalamış olarıq? X o da eləyir 16,8. Deməli, başlanğıcda maqnezium karbonatımız 16,8 imiş. İndi mən M-dən, yəni 17,6-dan 16,8-i çıxıb başlanğıc qarışıqdakı olan maqnezium oksid tapmış olaram. Bu da bizə verəcək 8. 8, yox, 0,8. Aha, 0,8 oldu maqnezium oksid başlanğıcdakı. Deyir ki, ikin qarşıdakı duzun kütləsinin oksidin kütləsindən neçə dəfə çox olduğunu hesablayın. Baxın, duzumuz 16,8, oksidimiz 0,8. Bunu da buna böləndə verir 21. 21 dəfə çoxdur. M-imizin kütləsini də bura qırağa yazım. M də bərabərdir 17,6. Bu bizim birinci sualımız. Keçirik. Deyir ki, H-xlor əlavə edilən zaman sərf olunan turşunun və alınan duzun mol miqdarını hesablayın. Demək, bir də baxın məsələyə. Əmələ gələn maqnezium oksidlə. Aha. Deməli, ümumilikdə nə qədər maqnezium oksid əmələ gəlir? Birinci onu hesablayım. Bax, dedik ki 0,8 qram maqnezium oksid var idi. 0,8. Bir də ki 16,8 qramda maqnezium karbonat var. Bax, belə bir tənasib qurum ki, bax 84-dən alıram maqnezium oksid nə qədər? 24, 16, 40. Aha, 40 qram. Bəs yaxşı, 16,8-dən nə qədər maqnezium oksid almış olaram? X. Bu da verir bizə 2 dəfə, daha doğrusu 0,2 dəfə çox. O da verir 8. Aha, bax, 0,8 qram başlanğıcda var imiş, 8 də burada. Bu da eləyir 8,8. Yazaq, maqnezium oksid üzərinə gəlsin H-xlor, maqnezium xlorid üzərinə gəlsin H2, 2 mol, yəni 8,8 qram maqnezium oksidimiz var. Sərf olunan turşunu istəyir. Turşunu və alınan duzun mol miqdarını, hər ikisi molunu istəyir. Aha, buna X yazım, buna Y yazım. Deməli, 40 qramdan alıram 2 mol, bundan da 1 mol. Yaxşı. Onda Y-i tapış olaraq 40-a 1, 8,8-ə Y. Bu da verir mənə 0,22. Demək 22. Bu birisi isə verəcək bundan 2 dəfə çox 0,44 mol duz almış turşu və duz almış olaraq. Sonra nə deyir? Eni və çöküntünün almasına sərf olunan qələvinin miqdarını hesablayın. Deməli, kalsium hidroksid üzərinə gəlsin karbon qazı aldım. Kalsium karbonat və su. Aha, dedik ki 8,8 qram karbon qazı sərf olunur. 8,8 qramım da 44-ə bölsəm 0,2 mol eləyir. 0,2. Bu da deyir ki N nə idi? Bir dəqiqə baxın bir də məsələyə. N qram çöküntü, çöküntünü verir. Aha, N qram çöküntümüz alınıbdır. Sərf olunan qələvin miqdarını istəyir. X mol. Yaxşı, baxın, indi bir tənasibi belə quraq da. 0,2-dən N, 1 moldan da alıram 100 qram. Burada bizə N'imiz verəcək. N'imiz verir 20. Sonra bir dənə də tənasib quruq ki, X-dan 0,2 mol və
1 qələvinə molundan istəyirdi. Aha, 1 mol qələviyə də 1 mol CO2 sərf olunur. O da olur 0,2 mol. Deməli 0,2 və 20 olacaq cavabımız. Belə əziz abituriyentlər, sağ olun. Əgər siz də izahları bəyənirsinizsə, dərslərimizə mütləq qoşulun. Növbəti tədris ilində uğur qazanmaq istəyirsinizsə, blok imtahanını yaxşı, yüksək nəticələrlə yazmaq istəyirsinizsə, artıq yayda dərslərə başlamaq istəyirəm. Qoşulun ki, bu fürsəti əldən verməyin.